Neler danıştık ki, mamırlar ne oldu? Ali sporlu bitkiler oldu. Ali sporlu bitkiler hansılar idi? Mamır, qıcı. Mamırlarda nə əmələ gəldi? Gövdə və yarpaq, kök yox idi. Amma digər ali sporlu bitkiler qıcılardan danışır. Qıcılarda artıq tüm vegetativ orqanlar əmələ gəldi, tutarır. Yəni həm kökü var, həm gövdəsi var, həm yarpağı var. Amma heç bir generativ orqanı yoxdur. İndi bunlara sizcə kök, hansı kök olacaq? Əsas kök ola bilər bunlar uşaqlar? Ola bilməz. Çünki toxumdan düzələn kökə əsas kök deyilər. Axı bunun generativ orqanı toxum yoxdur. Gövdə və yarpaqdan. Bəli. Elə gövdəsi və yarpağı olduğuna görə onun üzərindən çıxan kök əlavə kök və onun üzərindən çıxan kök yan kök olacaq. Əsas kök olmayacaq. Çünki nə yoxdur? Toxumu yoxdur. Generativ orqanı olan toxumu yoxdur. Qıcılarda da nəsil növbələşməsi baş verir. Amma birinci olur qeyri-sinsi nəsil, sonra olur sinsi nəsil. Bəli, tərsi. Bəli. Yarpağın altında olur sporangi. Bunların tüzələçvari yarpaqları var. Yarpağın altında olur sporangi. Sporangi partlayır, sporlar başlayır düzəlir. Düzəlir və gətirir. İlkin düzəlti olan protal. Nə belə gəldi? İlkin düzəlti olan protal əmələ gəldi. Protal artıq ürək formasında olduğuna görə lövhə şəkilli yosundur. Nə şəkilli yosundur? Bu da onu göstərir ki, qıcıçimlərlə yosunların qohumluğu var. Amma mamırlarda sap şəkilli yosun idi. Burada lövhə şəkilli yosun idi. Burada artıq uşaqlar, qıcıların kökü var. Qıcılar torpağa köklə yapışır. Amma bu protal isə torpağa rizoidlə, nə ilə? Rizoidlə yapışır. Artıq protal əmələ gəldisə, protalın üzərində başlayacaq cinsi nəsil. Nə olacaq? Erkək hüceyrə olan spermatozoid, dişi hüceyrə olan yumurta hüceyrə birləşəcək. Amma su ilə üzərək. Zigot əmələ gəldi, zigot düzəldi, əmələ gətirdi də yetkin qızı bitkisi, rüşemli protaldan yetkin qızı bitkisi əmələ gəlməyə başladı. Bir də deyəsən qanadcıqlı olurdular. Nə? Qanadcıqlı olurdular bir də yayılma üsulu. Küləkdə yox. O tıpaq toxumlara aid idi ki, deyirdi ki, o bizlərdə meyvə yayılırdı. Bəli. Burada meyvəsi yox, toxumu otuna yayılır. Çünki meyvəsi yoxdur çırpaq toxumlarda, qozada o yox idi. Oldu? Belə. Oldu uşaqlar. Demək çırpaq toxumlar, bunlardan nə oldu? Qıcıçimlərdən nə oldu? Birinci gericisi nəsil, ikinci sinsi nəsil. Yarpağın altında oldu sporangi. Sporlar düzəldi. Əmələ gəl. İlki düzəldi protal. Protalın üzərində başlayır cinsi nəsil. Çünki rizoidlə torpağa yapışır yarpağa. Erkək cinsi hüceyrəsi spermatozoid, dişi hüceyrəsi